Notariusun arxasında əşyalı 6 qarajdan ibarət belə bir ev satışıdır dəyərli izləyicilərim. 2 sotun içində inşa edilib 6 qarajlıdır. 4 otaq yuxarıdadır, full təmirlidir və əşyalıdır. Dəyərli izləyicilərim, videonun sonraki izləyin zəhmət olmasa. Bugün sizlərə maşlar arasında belə bir evlə tanış edirəm. Hal-hazırda evin həyətyan sahəsindəyik. Dediyim kimi ev ümumi 2 sotun içərisindədir. Böyle bir geniş həyətdir. Rahatlıqla bir neçə maşın həyətə daxil olur və qarajı da gördüyünüz kimi mövcuddur. Qarajına da rahatlıqla 200 maşın daxil olur. Hündür, geniş bir qarajdır. Evin deməli bu hissəsində yerləşir. Həyəti bir bazı səliqəsizlik ola bilər. İnşallah işlər tamamlanır, bitirir. Bunlar təmizlənəcək. Burada yerləşir kombi olan hissə və daxil olur evin yuxarı otaqlarına sizi tanış edeyim. Dediğim kimi evdə qarajını daha doğrusu bu dəqiqə son tamamlanma işləridir və təmizlik işləri qalıb. Onun öncə qapısı jalüz qapıdır. Pultla idarə olunan. Bura deməli əsas qapıdır. Daxil olur evin içərisinə. Hal-hazırda kombi işləyə vəziyyətidir və evdəki maşallahlar olsun çox istidir. Və bura koridor. Koridordan keçəndə laminat bütün otaqlar. Bir bazı silsifir işləri qalıb, yenə dediyim kimi, onlar da ev sahibi tərəfindən edilir. Tam təhvil verilir, bax gördüyünüz bu ev. Koridordur və gördüyünüz kimi koridorda belə bir gözəl dizaynda işıqlandırması var. Sağda mətbəxdir və gördüyünüz kimi mətbəx mebeli, hədiyyədir, pərdəsi var, hamısı lüstruna qədər asılıb. Buradan solda belə bir qonaq otağıdır. Gördüyünüz kimi bütün mebellər təzədir, gözəl bir mebeldir. Burada da xalçalarına qədər mövcuddur. Silsifir olsa inşallah salınacaq və bu hissədə yerləşir belə bir böyük yataq otağı. Gördüyünüz bütün bu mebellər də evin üstündə hədiyyədir. Və bu hissədə isə digər belə bir yataq otağıdır. Burada isə yerləşir sonuncu belə bir yataq otağı. Hamısında pərdəsi, lüstru, hamısı səliqəli vəziyyətdə bağlanılıb. Və sanitar qovşa hamam otağına gəldik. Gördüyünüz kimi bütün aksesuarlar da bağlanıb. Hamısı gözəl bir səliqəli şəkildə duş kabinəsinə qədər mövcuddur. Onu da qeyd edeyim ki, evin sənədi, əsas sənəddir. Sənəd paket kopçadır. Evin də torpağın çıxarışı xüsusi mülkiyyət. Qiymətdə əziz izləyicilər deyilir 150.000 manat. Real alıcıya endirim var sahibi tərəfindən. Bu və bunun kimi gözəl evlərlə tanış olmaq istərsəniz səhifəmizə daxil olub baxa bilərsiniz. Bizi izləməyi unutmayın. Sağ olun.